Ya Ali! Ya Ali! Son günlər Azərbaycanımızın fəxri olan Rafael Fiziyevin "Ya Mövlana, ya Sahibə Zaman, ya Əli" deyə nida eləməsi ölkəmizdə gündəm olub. Və bir ölkə, xalq olaraq onun o sözlərini istər əhli sünnə, istərsə də əhli şiə olsun, çox fəxrlə paylaşdı. Amma təəssüflər olsun ki, ölkəmizə yad olan bəzi ünsürlər həmin o nidaları eşidərək qəlblərində böyük bir qızıq yarandı. Əllərində təvhid bayrağı tutub, həqiqətdə isə təvhiddən bixəbər olan həmin o yad ünsürlərə demək istəyirəm ki, Quranı kamil oxusunlar və ayələrin nazil olma səbəblərini yaxşı öyrənsinlər. Birdən ya, ey deyə müraciət eləmək nə vaxtdan şirk hesab olunur? Əgər şirk hesab olunursa, həmin o insanlar digərlərini çağıranda, yaxınlarını çağıranda şirkmi eləyirlər? Yox, əgər desələr ki, biz diriləri çağırırıq, siz ölülərə müraciət edirsiniz, onlara demək istəyirəm ki, Qurandakı Allahın buyurduğu şəhidlər ölməz, onlar Allah yanında diridirlər ayəsini məgər oxumamısanmı? Əziz müsəlmanlar, şirk Allahla yanaşı birini çağırmaqdır, birini Allahlaşdırıb çağırmaqdır. Biz isə birini çağıranda onu nə Allahlaşdırmışıq, nə də onunla paralel bir nəfəri ağlımıza gətiririk. Başqa bir misal, Allah Quranda bəzi günahkarların tövbəsini qəbul eləmək üçün onları yönləndirir Peyğəmbərin yanına və deyir ki, ey Peyğəmbər, sən bunlar üçün dua elə, bağışlanma istə ki, onları mən bağışlayayım. Məgər Allah həmin o günahkarları eşitmirdimi? Və yaxud da onlar dua eləsəydilər, Allah onların duasını qəbul etməyəcəkdimi? Təbii ki, burada Allah bizə başa salmaq istəyir ki, insanlar Peyğəmbərə, imama, özlərinin üstün olan əmr sahiblərinə müraciət eləyə bilərlər. Təbii ki, bu mövzuda istər Quranda, istərsə də sünnədə kifayət qədər dəlillər mövcuddur. Biz sadəcə xatırlatma elədik. Və sonda bunu deyim ki, İmam Əli əleyhissalam və onun övladları təkcə şiənin, İslamın deyil, bütün insanlığın qəlbində nur olan hər bir kəsin öndəridir.